Qanunvericilik çərçivəsində bu dələduzluq halları ilə necə mübarizə apara bilərik? Bunu müəyyən etməyin bir neçə üsulu var. Birincisi, sonuncu həyata keçirdiyiniz iki əməliyyatı zəng edən şəxsdən soruşun. Çünki zəng edən şəxs əgər sizin bank məlumatlarınızı görürsə, sonuncu dəfə kartdan istifadə etməklə hansı əməliyyatı həyata keçirdiyinizi görəcək. Məsələn, bir marketdə alış-veriş eləyirsiniz və yaxud da onlayn alış-veriş eləyirsiniz və yaxud da yanacaq doldurma məntəqəsindən benzin mi alıbsınız? Bəli. Bunu görəcək və sizə son 2-3'ü sadalayacaq və bunu sadalaya bilirsə, deməli etibar eləmək olar ki, bu bankdır. Bəli. Çox sadə bir yolla var əslində. Bunu zəng edən nömrəni geri yığmaqla da mümkündür. Bu çünki zəng olunan nömrələr adətən fərqli dövlət nömrələrindən zəng olunur. Bəli. Və məsələn Türkiyə nömrəsindən zəng gəlir, mənim hansısa bankda olan hesabımla bağlı güya ki təhlükəsizlik məndən əməkdaşıdır. Yəni zaten orada bir anlaşılmazlıq var. Yəni Azərbaycan nömrəsi deyil, nömrəni geri yığmaq olmur. Bu birinci üsul. İkinci isə əgər nömrə uyğun gəlirsə, şəxs özünü təqdim edirsə, siz ona çox sadə iki sual verə bilərsiniz. Əmin olmaq üçün ki, xahiş edirəm mənim son yerinə yetirdiyim 2 bank əməliyyatını bildirin. Onlar sizə əgər 2, 3, 5'ini sayacaq sözsüz ki, əgər məlumatlar gözün qabağındadırsa siyahı şəklində, artıq etibar edə bilərsiniz ki, zəng edən şəxs bank əməliyyatçısıdır. Ən yaxşısı isə ümumiyyətlə bildirə bilərsiniz ki, bu mövzu ilə bağlı mən banka yaxınlaşaram.